Gəlməni sezir etdim, hamımızı bayatı yazırdı bir-birlərlə. Bir-birlərinə şeirlə danışırdılar. Xas bir rəqsləri var. Yəni bizim oyunumuz, oyun havalarımız, musiqimiz, bayatılarımız dünyanın dörd köşəsində ispatı yetişir. Buna görə bu cəmimizdə bir nəfərdən faydalanacaq Aydın bəydən. İstiqanət gözəl Bağışlayan ve mehriban Allah'ın adıyla. Merdicitler obasısan, kahramanlar anasısan. Gider bulut, yatar duman, parlar anın her bir zaman. Ana yurdum Azerbaycan. Aziz ve hürmetli yoldaşlar, vatandaşlar, ben istedim bizleri Azerbaycan rəqsinə görə izah verəm inşallah çıkardım. Bakın bir işi, dünyanın hünerlerinden biri rəqsidir. Ve Azerbaycan rəqsi de bir hünerdir. Azerbaycan rəqsi 70 bölümden çoxdur. Qobustan məntəqəsində, yani Kuzey Azerbaycan'da, orada bir məntəqədə katibələr vardı, yani daşlarda qazıblar. Orada yallı rəqsini qazıblar 7 milyon yıldan qabaq daşa. Yallı bir rəqsidir ki, bir milletin birliğini göstərir, ittihadını göstərir. Bu yallı rəqsində bir kadın, bir kişi, el-ele oynarlar. Azerbaycan rəqslər, ritmlər çoxu 6-8'dir. 3 badan bir gol deyirlər. Ondan sonra Erzel'in qismətidir. Bəzi rəqslər dəsti cəmidir, amma bu yallı rəqsi kimi. Bəzi rəqslər 2 nəfər oynarlar, bir qız bir oğlan, göz pat-patlar var. Bəzi rəqslərdə nə mənadır, lirik rəqslər, fəqət xanımlar oynarlar. Bəzi rəqslərdə fəqət ağalar oynarlar. Eynən ləzci rəqsi şahideşimiz olan maalesef. Təəssüblə hər yerdə Azərbaycan rəqsini ləzci rəqsi tanırlar. Bəli, ləzci Azərbaycanın bir rəqsidir. Ləzci qədim Türklərdən bir qomdur ki, bunlar çox cəngli və cəngavər bir qomdurlar. Bunların hər hərəkəti bir dənə əsləhədir, bir dənə silahdır ki, vurulur və işlənir. Mən bir-iki hərəkət buradayım, onların fəlsəfəsini deyəm sizə ki, nədir olur bunlar rəqs? Baxın bir, hər rəqsin... Bakın her rəqsin bir fəlsəfəsi var, hər hərəkətində bir mövzu var, bir anlayışı var. Bakın məsələn bu ləzci rəqsində bir hərəkət vardır, şallaq dərmə. İşten istən düşmana şallaq dərmə. Şallağı tutsan, vurursan. Ya bir hərəkət vardır, atılırsan görüb, bütün bundan düşmənin kəlləsindən çaman bu hərəkət. Atılır vurur. Və o xatmə hərəkatı ki, deyə bilməm aman budur, baxın bir. Çok sade bir hərəkət ki, yoldaşlarımız oynayacağında əllərini atırlar. Bu əl atmaq həmən azadlıq simgəsidir. Yəni azadlıq səmboludur. Bu sanki istifu. Bakın bir mən həmişə yerdə demişəm. Keçmişdə bir ibadət sayılırdı. İbadət. Şimdi diyeceğim necə olur ibadət sayılır. Biz tabikarın rəqsinin fəlsəfəsinə baxlar, orada bir tərəfindən, bir əlindən güləşi çağırır, bir əlindən əhvinanı tərir. Necə ki biz namaz qılanda Allah'a ibadət edin, Allah'a səcd edin, qeyri qüdrətləri nəfs edir. Yəni həqiqətə başlayır. Eynən rəqsdə bu anlamlar var. Yəni bu azadlıq məfahimi var. Məsələn bir dənə sadə azadlıq məfahimi budur. Bir quşu nəzərdə alın ki, qəfəsdədir. İşte bu qəfəsdir, istiqada uçaq. Bu quş baxın bir, gələcəyə bala-bala baxır, umudundan qanatlarını atır, sonra başlayır qanat çalmağa, oynamağa. Ya bizim köylərdə bilirsiniz, sərf neynər? Bəy gedər gəlini gəlgələ, gəlinin belin bağlamlar. Xanım hərəkətinin adılarını bilir, tamam bel bağlamaq hərəkəti. Mən istəmirəm çox vaxt çalam. Bəli, bunu istəyirəm ki, Azərbaycan rəqsi dünyada tanınmışdır, festivallarda çox mədəllər qazanmışdır. Özellikle Kanada'da bir tədris qrupu vardı ki, bu il ikinci çıxmış şeydən, geçen illərdə 30 qrupu var idi ki, dünyada bilinmişmişdi. Mən də istəmirəm çox artıq. Əgər yoldaşlar bir dənə məşribatı çalsalar, mən bir iki dəqiqə məşribatı oynayayım, sifat sarsatanlar, sonra bir dənə qəşəl satsalar, yoldaşlar.
Thank you.